Salam əziz şagirdlər. Demək, keçən video biz adi valnok kəsrləri 86-ya kimi izah eləmişdik. İndi isə yerdə qalan hissəsini izah eləyək. Vaxt itirmədən başlayaq izahlara. Demək, 86-cı sualdan başlayırıq. 86. 86-da bizdən soruşulur ki, kəsrlərdən hansının surətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Demək, kəsri mən qiymətini bilmirəm. Bunun surətinə x deyirəm. Məxrəcinə isə y deyirəm. Mənə x bölünsün y lazımdır. Yəni burada. Kəsrin surətinə 21 əlavə ediriksə, x üstə gəlinsin 21. Məxrəcinə isə 35 əlavə edirik. Deyir, kəsrin qiyməti dəyişməz. Yəni, yenə bu x bölünsün y nisbətinə bərabər. Yəni, y də x-ə bərabərdir. Çarpaz vursaq, x, y və üstə gəlinsin 35-də x, yəni 35x daha doğrusu, bərabərdir. Yenə x, y üzərinə gəlinsin 21y. X, y hər iki tərəfdə də eyni olduğuna görə bunlar gedir. Qalır 35x bərabərdir 21y-yə bərabərdir. 35 ilə 21 7-yə ixtisar gedir. 21 7-yə gedəndə qalır burada 3. 35 7-yə ixtisar gedəndə burada qalır 5. Yəni 5x bərabərdir 3y. Bizdən də buradan x, y nisbəti lazım olduğuna görə bu da bərabərdir 3 bölünsün 5-ə. Deməli, kəsrimiz 5-də 3 kəsriymiş. 86-da bizdə doğru cavab olur. Y variantı. Bunu başqa bir sonunda yaza bilərdiniz. Yəni, aparı variantların yerinə qoyacaqdınız. Yəni, surətin üzərinə 21 əlavə edib, məxrəcin də üzərinə 35 əlavə edib, yoxlayacaqdınız ki, həmin kəsr ixtisar gedəndə yenə həmin variantı alınırmı, yoxsa yox? Ümumi olaraq həll üsulu belədir. Belə yazsaz daha yaxşıdır. Daha sonra gəlin baxaq burada biz 87-ci sualı. 87-ci suala davam edək. Bu da eynisidir demək olar. Yenə kəsrlərdən hansının surətinə 8, məxrəcinə isə 12 əlavə etdikdə onun qiyməti dəyişməz. Soruşulur. Deməli, kəsri yenə bilmirik. Biz buna x, surətə x, məxrəcə y deyəcəyik. Deməli, surətinə 8 əlavə etdik. Məxrəcinə isə 12 əlavə etdik. Yenə kəsrin qiyməti dəyişmədi. Yəni, çarpaz vursaq, alaraq ki, x, y üzərinə gəlinsin 12. X bərabərdir. X, y üzərinə gəlinsin 8y. X, y-lər eyni tərəfdə olduğuna görə gedəcəklər. Buradan qalır 12x bərabərdir 8y. 8 ilə 12 4-ə ixtisar gedir. Burada qalır 2, burada qalır 3. Alırıq ki, 3x bərabərdir 2y-yə. Bizdən də x, y nisbəti soruşduğuna görə bu da bərabərdir. Demək, 2 bölünsün 3. Deməli, kəsrimizin qiyməti 3-də 2 imiş. Bu da 87-də doğru cavab kimi mənə verilib B variantında. Daha sonra, gəlin baxaq biz burada 88-ci sualı. Sadə bir hesablamadır. Kəsrlər üzərində əməllər. 88-ci sual. Deməli, bizə verilib 9,7/5 vurulsun. Biz bunları qarışıq kəsr şəklində verilib. Bunları düzgün olmayan kəsrə çevirsək. Deməli, 9,7/5 mənə verir. 7-də 7-ni 9-a vurub üzərinə 5 əlavə edəcəm. Bu da mənə verəcək 68. 7-68 vurulsun. 1,7/1 də mənə verir. 7-də 8. Üzərinə gəlinsin. Sonra bu verir 4,7 verəcək. 7-də 30. Daha sonra vurulsun 7-də 8. Demək, burada görürəm ki, hər ikisində də ortaq olan nədir? 7-də 8-dir. Mən 7-də 8-i çıxardacam məsələcə xaricinə. İçəridə qalır 7-də 68. Üzərinə gəlinsin 7-də 30. Bu da bərabərdir. Bu edir 7-də 8 həll olduğu kimi qalır. Deməli, mötərizənin daxilində biz alırıq ki, vurulsun 7-də 68 ilə də 30 toplayanda 98. Bu da bərabərdir. Deməli, 7-də 8 olduğu kimi qalır hələ ki, vurulsun. 98-də 7-yə böləndə 14 almış olur. Vurulsun 14. 7 ilə də 14 ixtisar gedir 2 dəfə. 8-də 2-yə vuranda alıram 16. Deməli, mənə doğru cavab kimi verilən 16. Bu da B variantındadır. Daha sonra gəlin baxaq biz 89-cu suala.
89-cu suala. 89-cu sualda A, B və C müsbət ədədləri üçün deməli A böyükdür B, bu da böyükdür C olarsa bunların tərsi, yəni 1 bölünsün A, 1 bölünsün B və 1 bölünsün C ədədləri müqayisə edin. Ən salamatı, yəni burada ən rahat üsulu A, B və C-yə qiymət verəcəksiniz. Deyin ki, məsələn A olsun 5, B olsun 4, C də olsun 3. Düzdür, çox da böyük qiymət verməyə ehtiyac yoxdur. Bunları müqayisə edəndə görürük ki, həqiqətən də normal şəkildə 5 4-dən böyükdür, bu da 3-dən böyükdür. Bəs bunları tərsini yazanda, yəni 1 bölünsün 5, daha sonra 1 bölünsün 4 və 1 bölünsün 3 yazanda biz demişdik ki, əgər sürətlər eynidirsə, məxrəci böyük olan kəsir nədir? Kiçikdir. O zaman burada 5-də 1 kiçik olacaq 4-də 1-dən, bu da kiçik olacaq nədən? 3-də 1-dən. Doğru cavab kimi bu da mənə verir. Nədən? Yəni burada 5 4 yerlərini də qoysaq, yəni bu A idi, bu da B idi, bu da C idi. Doğru cavab kimi mənə verir 89-da C variantı. Bu şəkildə. Daha sonra 89-da dedik, yəni biz 90-cı sualla davam eləyək. 90-cı sualla davam eləyək. 90-cı suala tamamilə demək olar eynisidir. Burada eynisidir. Burada da əksi olacaq. Böyük olan variant mənə lazım olacaq. Baxın 98-də də deməli tam əksini düzək. 90-da verəcək bizə C variantı. 90-cı sualda artıq onu da özünüz rəqəm qoyarsınız yerinə. 90-da bizə verəcək C variantı. Çox rahatdır. Yəni bir dənəsini başa düşsəz, digərini də özünüz yaza bilərsiniz. Daha sonra 91-ci sualla davam eləyək. Deməli 91-ci sual. Bizdən soruşulur ki, 0,54 ədədinin 27-də 1 hissəsinin üzərinə 2,98 əlavə etdikdə alınan ədədi tapın. Deməli 0,54-ü bildiyimiz elə formada yazsaq, yəni 0,54 şəklində yazaq. Kəsr şəklində yazaq. Bunun 27-də 1 hissə nə deməkdir? Yəni bunu 27-də 1-ə vuracam. Üzərinə 2,98. Bunu da elə kəsr şəklində yazsaq, %298. Əlavə etdikdə hansı ədəd alınır? Bunu hesablayacağıq. Bu da bərabərdir. 27 ilə 54 ixtisar gedər. Qalar burada 2. Yəni %2 üzərinə gəlinsin. %298. Bu da bərabərdir. %300 deməkdir. Məxrəclər eynisə sürətlə toplanır. Bu da bərabərdir. Deməli, doğru cavab kimi bizə verir 91-də Y variantı. Bu şəkildə. Daha sonra baxaq 92-ci suala. 92-ci sualda eynisidir. Yenə də yazım sizin üçün. Deməli, 0,72 ədədinin üzərinə deyirsəm, yenə bunu kəsr şəklində yazıram. %72. Bunun 12-də 1 hissəsinin üzərinə 2,94, yəni %294 əlavə etdikdə hansı ədəd alınır? Bunu hesablayacaq. Bu da bərabərdir. 12 ilə 72 ixtisar gedər. Burada qalar 6. Yəni %6-nın üzərinə əlavə eləyəcəm nəyi? %294. Bu da bərabərdir. Yenə bayaq kimi %300 verəcək bizə. Bu da bərabərdir 3. Doğru cavab kimi mənə verdi nə? 92-də də cavabımız olacaq Y variantı. Daha sonra 93-cü suala baxaq. 93-cü sual. Bizdən soruşulur ki, 2-də 1, 8-də 5 ədədlərinin ən böyüyü ilə ən kiçik hasilinin 16 mislini tapın. Deməli, biz burada nə edirik? Baxan kimi görsənir burada. Burada ən böyüyü hansıdır? Ya da nə edə bilərsiniz? Əgər ilk baxışdan görmürsünüzsə, siz bunların ya sürətlərin, ya da ki, məxrəclərin bərabərləşdirin. Mən 93-cü sualda indi baxıram ki, 2, 8, 4, 16. Yəni, bunların hər birini 16-ya gətirə bilərəm. Məxrəcləri 16-ya gətirə bilərəm. Baxın, 2-də 1-i 16-ya gətirsəm, 2-də 1-i sürət və məxrəcin, yəni məxrəclərin, yəni hər bir kəsin məxrəcini bərabərləşdirirəmsə, sürət və məxrəcini 8-ə vurmalıyam da. Bunu da sürətini 8-ə vururam, belə deyim, məxrəcini də 8-ə vururam, alıram nə? 16-da 8. Deməli, 2-də 1 nədir? 16-da 8-dir. Və 8-də 5 nə deməkdir? Bunu da sürət və məxrəcini 2-yə vurmalıyam ki, bərabərləşsin. Bu da 16-da 10 deməkdir. 16-da 10 deməkdir. Daha sonra 4-də 3. 4-də 3 nə deməkdir? Bunu da sürət və məxrəcini 4-ə vururam. Deməli, 16-da 12. Daha sonra 4-də 1. 4-də 1. Bunu da sürət və məxrəcini 4-ə vururam ki, sürət 16-ya tamamlansın. 16-da 4. Daha sonra digəri də elə bizə verilib.
16'da 11. Aha. Buradan baxan kimi görürük ki, məxrəclər eynidirsə, surəti böyük olan kəsir böyük olacaq. Yəni 16'da 12 ən böyükdür. Aha, bizdən ən böyüklə ən kiçiyin hasilini soruşur. Ən kiçiyi də burada olacaq bizdə 16'da 4. Bunların hasili neçə misli? 16 mislini tapın deyir. Yəni 16'da 12 vurulsun 16'da 4. Bir də vurulsun neçə? 16. Bu 16 ilə 16 gedəcək. 4 ilə də bu 16 gedəcək. Burada qalacaq 4 bərabərdir. Yekunda qalır 12 bölünsün 4. Bu da bərabər nə? 3. Deməli doğru cavab kimi mənə verdi 3. Bu da 93'də verəcək nə? A variantı. Bu şəkildə oldu. İndi isə gəlin davam eləyək 94-cü sualda. Deməli 94-cü sualına davam eləyək. Deməli, bizdən yenə sadə hesablama verilib. Biz baxaq ki, bunu qısa yolla necə tapa bilərik. Düzgün olmayan kəsə çevirmək. İlk olaraq gəlin ikinci mötərizəni hesablayaq. İkinci mötərizədə bizə verilib 3 tam 32'də 5. Üzərinə gəlinsin 2 tam 16'da 1. Düzdürmü? Bərabərdir. Birinci qarşı kəsr olduğuna görə tam hissələr toplanacaq. Yəni olacaq 5. 3 ilə 2'ni topladım. Daha sonra orta mərkəzi gətirsə kəsr hissələri 32. Deməli, burada olur 5. 32'ni də 16'ya böləndə 2. 2 də vurulur 1'ə 2. Bərabərdir. Bərabərdir. 5 tam 32'də 7. Deməli, ikinci mötərizənin qiyməti oldu nə? 5 tam 32'də 7. Mənə verilmişdi 6 tam 64'də 19 çıxılsın 5 tam 32'də 7. İkinci kəsirində qiymətini almışam artıq. 5 tam 32'də 7. Baxın, bunlar ikisi də əks kara ilə eynədirlər. Yəni sadəcə biri müsbət, biri mənfidir. Deməli, bunlar gedəcək. Cavabımız nə qalacaq? 6 tam 64'dan 9. Bu da mənə 94'də verir nə? Y variantı. Bu forma. Daha sonra gəlin biz yazaq burada. Gəlin yazaq burada. 95-ci sual. Aha, 95-ci sual işləyək. Deməli, 95-ci sualda soruşulur ki, 95-ci bir maşınla qumun hamısını 8 saata, digəri ilə 9 saata daşımaq olar. Bu maşınla ikisinin birlikdə 4 saat işləsələr, qumun hansı hissəsi daşınmamış qalır. Deməli, 1 saata bu görəcək bunun birinci maşın 8'də 1 hissəsi. Digəri isə 1 saata görəcək nə? 9'da 1 hissəsi. Bunlar ikinci dəfə demişik. Yəni 1 saata görə tapırıq. Deməli, bunlar ikisi birlikdə işləyirsə 4 saat. Bunların cəmi vuracam 4'ə. Bərabər eləyəcəm. Daşımış hissənin tapacam. Bu da bərabərdir. Deməli, toplasaq edir 72'də orta məxrəc gətirsə 17 edəmiş olur. 17. 70'də 17'ni vururam 4'ə. Alıram 18'də 17. 4 ilə yəni 18 ixtisar getdi. Deməli, 18'də 17 hissəsi daşınıb. Hansı hissə daşınmamış qalıb? Onu da tapmaq üçün birdən çıxacağım daşımış hissəni. 18'də 17. Bu da bərabərdir. 18'də 1. Deməli, daşımamış hissə 18'də 1'dir. Bu da doğru cavab kimi mənə verir. Nə? D variantında. Daha sonra gəlin biz yazaq burada. 96-cı sual artıq sizin öhdəliyinizə buraxıram. Çalışacağım ki, hər birindən bir dənə izah edeyim. İlk başlanğıcda demək olar davam olaraq hamısını izah edirik. Sadəcə bəzi məsələlərdə sizin özünüzün öhdəliyinizə misal düşməlidir. Yəni 96-cı sualda özünüz yazarsınız. Eyni bunu kimdir? Sadəcə rəqəmlər fərqlidir. Daha sonra baxaq biz 97-ci suala. 97-ci suala. Birinci boru boş hovuzu 5 saata. Deməli, bu 1 saata dolduracaq bunun 5'də 1'in. İkinci boru isə 4 saata doldurur. Deməli, üzərinə gələcəm. Bu da 1 saata dolduracaq. Neçəsi hissəsin? 4'də 1'in. Qəşəng. Onlar birlikdə işləsələr, boş hovuz neçə saata dolar? Deməli, bunlar neçə saat işləsələr, boş hovuz neçə saata dolar? Bu da bərabərdir. Bu da bərabərdir. Bilmirəm, 1 bölünsün nə? X-ə bərabərdir. Ortaq məxrəc gətirirəm. 20. 20'də 9 edir. Bərabərdir. 1 bölünsün X-ə. Mənə X lazımdır. X-ə bərabərdir. Çarpaz vursaq, bu da verəcək nə? 20 bölünsün 9. Belə bir cavab yoxdur. Aha. Deməli, bunda 2 tam 9'da 2 deməkdir. Doğru cavab kimi verəcək nə? C variantı. Daha sonra 98-ci sual. 98-ci sualda da uşaqlar sonlu dövrün şəxslərinə aid
sualdır. Siz də burada kəsrə çevirəcəksiniz, sonra ixtisar aparacaqsınız görən həqiqətən bərabərlikdə verilmiş kəsrə bərabərdir yoxsa yox. O da bir sadə sualdır. Onu da özünüz yazarsınız. Ona aid əvvəlki testlərdə çox izah eləmişik. Daha sonra 99-cu sual. 99-cu sualda baxın elə öz üzərində göstərirəm 98-ci sual, 99-cu sualı. Bax bu hissəni toplayacaqsınız. Bu hissəni toplayacaqsınız. Bu hissə ilə demək olar burada bu hissəni bunu toplayacaqsınız. Bu hissə bizə verəcək, bu hissə bizə verəcək. Deməli, bunları toplayandan sonra, yəni tamla tam toplayacaqsınız, kəsdən kəsə toplayacaqsınız. Daha sonra ya da ki bundan da bunu çıxacaqsınız. Orada da bayaqları izah eləmişdik. Bir dənə göstərdim. Baxın 94-cü sual. 94-cü sual. Eyni bunu kimi həll edəcəksiniz, gedəcək. Daha sonra gəlin biz baxaq burada deməli 100-cü suala. 100-cü suala baxaq. Deməli 100-cü sualda gəlin birinciyə bunu düzgün olmayan kəsrə çevirək. 4-də 5. 4-də 5-in kvadratı vurulsun 15-də 4. Bu da üzərinə gəlinsin 3-də 1 bərabərdir. Deməli, kvadrata yüksəltsək alaraq 16-da 25 vurulsun 15-də 4. Üzərinə gəlinsin neçə? 3-də 1. 4 ilə 16 gedir. Burada qalır 4. 5-ə gedəcək. Burada qalacaq 3. 5-ə gedəcək. Burada qalacaq 5. Deməli, bərabərdir. 4-ü 3-ə vuranda 12. 4-ü, bu 4-ü. 3-ə vuranda 12. Yuxarıda qalmışdı 5. Üzərinə gəlinsin neçə? 3-də 1. Ortaq məxrəcə getirsəm 12. 12, yəni sürətdə qaldı 5. Burada da olur 4 bərabər neçə? 12-də 9. 13-də 9. Bunu da hər tərəfin sürət və məxrəcini 3-ə ixtisar aparsaq 4-də 3. Deməli, doğru cavab oldu. 4-də 3. Bu da mənə verib 100-cü sualda C variantında. Daha sonra baxaq biz burada 101-ci sualı. 101-ci sualını davam eləyək. Yenə bu da sadə hesablamadır. Sadəcə onu da yazaq. Bu tipli sualları görün necə həll edilir. Deməli 101-ci sual. Bir üzərinə gəlsin 2-də 1. Deməli biz burada nə edə bilərik? Heç nə hesablayacağıq. Baxın, birinci sürət eləyir 2-də 3. Bölünsün. 1-dən 2-də 1 çıxanda qalır nə? 2-də 1. Vurulsun. Birincinin sürət eləyir nə? 4-də 5 bölünsün 4-də 3. 4-də 3. Daha sonra vurulsun. Birincinin sürət eləyir nə? 5-də 6. Məxrəci də eləyir nə? 5-də 4. İfadəsinin qiymətini hesablayın. Bərabərdir. Deməli, nə edə bilərik burada? Heç nə. Baxın, bunları ən sadə şəkildə götürüb yazırsınız ki, 2-də 3. Kəsr nədir? Bu bölmə olanda birinci kəsr olduğu kimi saxlayırıq, ikincinin tərsinə çeviririk. Yəni vurulsun nə? 2 bölünsün 1. Bu da vurulsun. 4-də 5 vurulsun nə? 4-də, bu da 3-də 4 olacaq da. 3-də 4. Bu da vurulsun. 5-də 6 vurulsun. 5-də 4-də 5. Aha, 2-lər gedəcək. Sonra 3 ilə bu 3 gedəcək. Sonra 4 ilə bu 4 gedəcək. 5 ilə bu 5 gedəcək. Deməli, nə qaldı burada? Burada da qalacaq nə? Deməli, yuxarıda qaldı. Aha, bu 4 ilə də 6 gedəcək. Burada qalır 2, burada qalır 3. Aha, yuxarıda qaldı. 5 vurulsun 3. 5 vurulsun 3. Məxrəcdə də qaldı 2. Bu da bərabərdir. 2-də 15. 2-də 15. Doğru cavab kimi qarışıq kəsrə çevirib. Bu da nə deməkdir? 7 tam 2-də 1 deməkdir. Yəni doğru cavab kimi bizə verəcək. Burada nə? C variantı. Bu şəkildə. Daha sonra 102-ci sual uşaqlar. Bayaqları dediyimiz kimi onu da özünüz yazacaqsınız. Sadəcə kəsrə çevirib yoxlayacaqsınız. Görün, hansını da ödəyir, hansını da ödəmir. Yəni, burada da qeyri-adi heç nə yoxdur. Daha sonra 101-ci sual və 103-cü sual. 103-cü sualda deyir ki, ədədlərin ən böyük ilə ən kiçik hasilinin 49 mislini tapın. Baxın, 103-cü sualı bayaqları səhv eləmirəmsə 93-cü sualda göstərmişdik. Yəni, eyni sual da demək olur. Sadəcə siz burada
məxrəclərini bərabərləşdirəcəksiniz. Sonra böyük ilə kiçiyinin hasilini 99 mislini tapacaqsınız. Gəlin biz baxaq burada 104-cü suala. 104-cü sualda görək nədir? Ədədlərin artma sırasını müəyyən edin. Artma sırasını müəyyən edin. Baxın, deməli birinci 1,42-dir. 1,42-dir. Bunun istəsəm sağ tərəfinə ürəyim istədiyi qədər 0 yaza bilərəm. Kəsin qiyməti heç vaxt dəyişmir vaxt. Daha sonra 1,4-3. 1,4-3 nə deməkdir? Baxın 1,4-3 özü nə deməkdir? 0,75 deməkdir. Yəni 1,75 deməkdir. Bunun da arxasına ürəyim istədiyi qədər davamına 0 yaza bilərəm. Daha sonra 1,4. 1,4 o deməkdir ki, yəni 4 bu şəkildə davam edir. Daha sonra 1,5-2 nə deməkdir? 5-2 də 0,4 deməkdir. Yəni 1,4 yəni 1,4. Bunu da davamına istədiyim qədər sıfırlar yaza bilərəm. Deməli artma sırasını görsədin deyirsə, baxın. Burada. Baxıram ki, tamlar eynidir. Bunda da 1'dir. Sonra bunda da 1'dir. Daha sonra burada da 1'dir, burada da 1'dir. Daha sonra vergülün sağ tərəfinə baxıram. Baxıram bunda 4'dür, bunda 7'dir, bunda 4'dür, bunda 7'dir. Deməli ən böyük hansıdır? 1,75. Yəni bu olacaq. Ən böyüyü budur. Daha sonra qalır 3 dənəsi. Deməli bunların artıq başlanğıc ilə, yəni vergüldən sağa olan hissəsi nədir? 4'dür, bunun da 4'dür, bunda 4'dür. Deməli bu hissəsi eynidir. Ondan sonra bir var yenə irəli gedirəm. Burada baxıram 0'dır, burada 4'dür, burada 2'dir. Deməli 0 daha kiçikdir. Yəni 1,4 hansıydı? Yəni 1,5-2 ən kiçiyidir. Düzdürmü? Bundan sonra gələcək hansı baxıram? Burada 4'dür, burada 2'dir. Deməli bu daha kiçikdir. Yəni %42 kiçikdir. Daha sonra bundan sonra gələcək 1,44 hansıdır? Bax bu. Yəni 1,4 daha doğrusu. Daha sonra gələcək 1,4-3. Bu arzudur. Artma sırası bu arzudur olacaq. Bu da mənə doğru cavab kimi verib nədir? D variantında. Deməli D variantında doğru cavab oldu. Daha sonra gəlin baxaq biz 105-ci sual. 105-ci sual maraqlıdır. Buna aid səhv eləmirəmsə əvvəlki testlərdə işləmişdik, amma yenə də işləyək. Deməli bizə soruşulur ki, diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyaların miqdarı haqqında məlumat verilmişdir. 4-cü gün 18 ədəd elektrik əşyası satılıbsa, 5-ci gün satılan elektrik əşyaların miqdarı nə qədərdir? Deməli, ümumi bilirəm ki, bu günlərdə hansı hissələr satılıb? Onların cəmsi mənə nə verməlidir? 105-ci sualda. Deməli, ümumi bu hissələr hər biri, yəni məsələn, burada verilib 11-də 3, burada verilib 11-də 2, 11-də 1 və burada 11-də 3 verilib. Bunların hamısının cəmi, bir də burada da indi hansı bir hissə verib x-dir də. Həmin hamısının cəmi mənə nə verməlidir? 1 verməlidir. Mənə 1 verməlidir. Deməli, 11-də 3, 11-də 3 nə qədər edir? 11-də 6 toplayıram. Sonra 11-də 6-ın üzərində 11-də 2 gəlirəm. Yəni, bax, buradan görsədeyim. Deməli, 11-də 3 üzərinə gəlinsin. 11-də 3 üzərinə gəlinsin. 11-də bütün hissələr toplayıram. 11-də 2 üzərinə gəlinsin. 11-də 1. Bu da bərabər nəyə? 11-də 3, 3, 6, 8, 9. Deməli 11-də 9-a bərabərdir. Düzdürmü? Ümumi hissə olaraq 1 tam idi. Yəni 1-dən çıxacağım. 11-də 9-u. Bu da verir nə? 11-də 2. Deməli 5-ci gün 11-də 2 hissəsi satılıb. Bizə deyir ki, 4-cü gün 16 ədəd elektrik əşyası satılıbsa, 4-cü gün nə qədərdir? 4-cü gün 11-də 3-dür. Yəni 11-də 3-ə 18-dir. 18-dir. Daha sonra 5-ci gün bizdən soruşur. 5-ci gün nə qədər satılır? Deməli 11-də 2-yə də x-dir. Buradan 11-lər gedir. 11-lər eyni olduğuna görə gedəcək. Buradan deməli x burada bərabərdir. X bərabərdir. 18 vurulsun 2 bölünsün 3. Bu da bərabərdir verəcək nə? 12. Deməli doğru cavabımız nə olur? 12. 5-ci gün 12 dənə elektrik əşyası tapılır. Bu formada yazırsınız. Yəni nə elədik? Bütün hissələri topladıq. Həmin topladığımız cəmi 1-dən çıxdıq, tapdıq 5-ci gündə olan hissəni. Daha sonra tənasib qurub həll edirik. Daha sonra baxaq biz. Deməli bu neçənci sual idi? 105-ci sual idi. Deməli gəlir 106-cı sual. 106-nı burada yazım.
106. Qatar iki stansiya arasında məsafənin 15'te 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli idi. Stansiyalar arasındakı məsafə neçə kilometr? Deməli bizdən soruşulur ki, qatar nə qədər gedib bilmirəm. Deyək ki, x kilometr gedib. Yəni daha doğrusu yolun uzunluğu x kilometrdir. Deyək ki, iki stansiya arasındakı məsafənin 15'te 7 hissəsi. Yəni iki stansiya arasında məsafəmiz olsun x. Bunun 15'te 7 hissəsini gedib. Yəni x vurulsun 15'te 7. Və deyək ki, getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli. Yəni mən bunun üzərinə 3 gəlməliyəm ki, yolun ortasına çatsın. Yolun ortası nə deməkdir? Yəni x-in yarısı. Yəni x bölünsün 2. Tənliyimiz bu şəkildədir. Bunu da həll etsək, yəni buradan 3 bərabərdir. Deməli, x vurulsun 15'te 7'ni sağ tərəfə keçirsək, x-i də mötərizə xaricində çıxarsaq, alarıq ki, 2'də 1 çıxılsın 15'te 7. Daha sonra 3 bərabərdir. X vurulsun. Ortaq məxrəc burada nədir? 30. Deməli 32 böləndə 15. 15'dən də 14 çıxanda, yəni bunda 30'u bu 15'e böləndə 2. 2'ni də 7'ye vuranda 14. Burada nə eləyir? 30'da 1. Yəni burada x vurulsun da 30'da 1. Buradan da x bərabərdir. Çarpaz vursaq 3 vurulsun 30 bərabərdir 90. Deməli nədir? Bizim iki stansiya arasındakı məsafəmiz 90 kilometriymiş. Asıl sualdır. Doğru cavabımız oldu nə? 90. Daha sonra yazaq biz 107-ci sualı. 107-ci sualı. Deməli 107-ci sualı ilə öz üzərində göstərdim. Baxın, deməli 6 tam dövrdə A bərabərdir 3 tam, belə daha sonra 3'də 19'a bərabərdir. Bizdən A-nın qiymətini soruşur. Deməli biz nə edəcəyik burada? 6 yazacağım ki 6 tam A-da 9, daha doğrusu dövrdə A nə deməkdir? 9'da A deməkdir. A bərabərdir. 3'də 19'da nə deməkdir? 6 tam 3'də 1 deməkdir. Bu tamlar gedəcək. Baxın, eyni deyə bunları atıram. Oldu nə? A bölünsün 9. Burada qaldı, yəni A bölünsün 9. Burada da qaldı nə? 3'də 1 bərabərdir. 3'də 1'ə. Buradan da 3A bərabərdir 9'a çarpaz vursaq. A da bərabər neçəyə? A da bərabərdir 3'ə. Məndən A-nın qiymətini soruşurdu. Deməli, A-nın qiyməti oldu nə? 3. Bu formada. Baxın, 108-ci sualda da eynidir. 108-ci sualda da eynidir. Gəlin elə onu da görsədim. 108-ci sualda görsədim. Deməli, 108-də də bizə verilib nə? Baxın, 4 tam 9'da C bərabərdir. 3'də 14'də nətər yaza bilərəm? 4'də 3 tam, daha doğrusu 4 tam 3'də 2 şəklində yaza bilərəm. Baxın, bunun da hissəsi 4'dür. Bunun da hissəsi 4'dür. Bu 4'lər getdi. Qalır nə? C bölünsün 9 bərabərdir. 3'də 2'yə bərabərdir. Çarpaz vursaq 3C bərabərdir 18'ə. C də buradan bərabərdir. Neçə? 18'də 3'ə böləndə düşür nə? 6. Deməli, doğru cavabım nə oldu? 108'də də oldu nə? 6. Bu şəkildə. Daha sonra gəlin biz yazaq burada 109-cu sual. Hesablama ilə bağlı bir sualdır. Açıq tipli sualları çalışacağım ki, hər birini izah edeyim. Deməli, deməli hansı sual? 109-cu sual. Bəli. Deməli 109-cu sualına davam edirik. Deməli 109-cu sualda bizdən soruşur ki, 7,5. Baxın uşaqlar, 7,5 nə deməkdir? Yəni 10'da 75 deməkdir. 10'da 75. 10'da 75 bölünsün 3 tam 4'də 3. 3 tam 4'də 3 nə deməkdir? Ötəridə gəlin belə yazaq. Deməli 4'də 15 deməkdir. 4'də 15 deməkdir. Bu da çıxılsın. 2'də 3'ün kvadratı da nə deməkdir? Sürət və məxrəc kvadratı yüksəltsək 4'də 9 deməkdir. Bu belə. Bərabərdir. Birinci kəsr olduğu kimi saxlayırıq. Yəni 10'da 75 olduğu kimi qalır. Vurulsun. Artıq buradakı qiyməti hesablayıb tərsinə çevirəcəm. 4'də 15'dən 4'də 9 çıxanda qalır 4'də 8.
daha doğrusu 4'də 6. 4'də 6'nın tərsinə çevirəndə nə olur? 6'da 4 olmuş olur. Deməli 3 ilə 6 3-ə yıxıca gedəcək, qalacaq 2. 75 3-ə yıxıca gedəcək, burada qalacaq 25. 2 ilə də bu 4 gedəcək, qalacaq 2. Bərabərdir 50 bölünsün 10. Bu da bərabərdir nə? 5. Deməli doğru cavab mənə verdi nə? 5 vermiş oldu. Daha sonra 110-cu suala baxaq. 110-cu suala baxaq. Deməli 110-cu suala görək. Bizdən nə soruşulur? Bu da sadə sualdır. Bu da sadə sualdır. Baxın 110-cu sual. Deyir ki, A-nın neçə natural qiymətində 5də 1 şərtini ödəyir. Aha, yəni 5də 1-dən böyük, 9-da 4-dən kiçik. Uşaq, yadınızda saxlayırsınız ki, bu tip suallar olanda, bu tipli suallar olanda biz birinci olaraq, bax bu məxrəcidə, yəni bu məxrəclərin hər birini bərabərləşdirməliyik. Bərabərləşdirməliyik ki, biz görək onlar arasında hansı kəsrlər yerləşir. Aha, deməli 5də 1, bir də 9'da 4. Mən bunların ortaq məxrəc olaraq 45'ə gətirməliyim. Ortaq məxrəc olaraq 45'ə gətirməliyim. Baxın, 5də 1'i 45'ə gətirmək üçün sürət və məxrəci nəyə vurmalıyım? 9'a vurmalıyım. Yəni 5də 1'i 45'ə gətirmək üçün sürətə 9'a vurmalıyım. Kəsrin əsas necə idi? Kəsrin sürət və məxrəcin 0-dan fərqli eyni bir ədədə vura və bölə bilərik. Aha, deməli, biz burada 5də 1 dedik ki, sürət və məxrəcin 9'a vururuq. Düzdürmü? Bu da bərabər nə? 45'də 9. Yəni 5də 1'in yerinə yazsam nə? 45'də 9. Daha sonra 9'da 4 kəsir. Düzdürmü? Bunu da 45'ə gətirmək üçün sürət və məxrəci mən 5'ə vurmalıyım. 5'ə vurmalıyım. Bu da bərabər nə? 45'də 20. Deməli 9'da 4'ün də yerinə mən 45'də 20 yazacağım. İndi gətirib yerinə yazsaq, baxın, 45'də 9 kiçikdir A bölünsün 45'dən, bu da kiçik nədən? 45'də 20'dən. Aha, bu şəkildə verilir. Şərtini ödə, yəni A-nın neçə natural qiyməti. Burada fikir versəz, hər birinin məxrəci 45'dir. Elə ki 45'lərə artıq baxmırsınız. Sizdən soruşur ki, 9 ilə 20 arasında neçə dənə qiymət var? 9 ilə 20 arasında neçə dənə qiymət var? Deməli, yazacaqsınız ki, A buradan bərabərdir. 20 çıxılsın 9. Heç birə daxil deyilsə, bir dənəsində çıxacaqsınız. Bu da bərabər nəyə? Bu da bərabərdir 10'a. Deməli, qiyməti neçə dənə qiymət ödəyir? Burada 10 dənə qiymət ödəmiş olur. Daha sonra bir də burada niyə 1 çıxdıq? Onu da deyim sizə. Çünki heç biri daxil deyil. Nə 9 daxil deyil, nə də 20 daxil deyil. Heç biri daxil olmayanda biz bir dənə də biri çıxırıq. Daha sonra buradan baxaq 111-ci suala. Aha, 111-ci sualı hesablayaq. Deməli 111-ci sual. 111-ci sual. Bizdən yenə bir qiymət verilib. Olarsa x üstə gəlsin 3 qrib bölünsün x qiymətini soruşur. Birinci gəlin biz bunu adi kəsrə çevirək. Deməli 0,4-də 2 nə deməkdir? 9'da 2 deməkdir. 9'da 2 deməkdir. Bunu belə yazdıq. Üzərinə gəlinsin 0,4-də 3 nə deməkdir? 9'da 3 deməkdir. Üzərinə gəlinsin 0,4-də 4 nə deməkdir? Bu da 9'da 4 deməkdir. Aha, bu deməli bunların cəmini vururam x-ə, alıram nəyi? Y. Bunların cəmi mənə verəcək 9'da 9 vurulsun x bərabərdir y. 9'da 9 1 deməkdir. Yəni x bərabərdir y. Aldım ki, x ilə y-in qiyməti eynidir. Məndən də soruşur ki, x üstə gəlinsin 3y bölünsün x bərabər nəyə? X-in yerinə ya y qoya bilərəm, ya da ki, y-in yerinə x qoya bilərəm. Aparıb y-in yerinə x qoysaq, x-lər olur kimi qalır. Üzərinə gəlinsin, bu y-in yerinə dedik ki, x qoysaq, olur nə? 3x bölünsün x bərabərdir 4x bölünsün x. X-lər buradan gedir. Yeşil olaraq cavabımız qalır nə? 4. Deməli, cavabımız oldu 4. 111'də doğru cavab olur 4. Daha sonra 112-ci suala baxaq. 112-ci suala. 112-ci sualda da eynən, yəni siz A-nın qiymətini də hesablayacaqsınız. Daha sonra
B-nin qiymətini hesablayacaqsınız, aparıb yerinə qoyacaqsınız. Baxın, deməli 112. A nəyə bərabərdir? A bərabərdir 0 dövrdə 6-ya bərabərdir. Bu da bərabərdir. Kəsirə çevirsək, 9-da 6, 3-ü ixtisar aparsaq, 3-də 2 deməkdir. Bəs B nəyə bərabərdir? B də 0 dövrdə 3-ə bərabərdir. Bunu da kəsir qiymətini tapsaq, 9-da 3 deməkdir, 9-da 3-də 3-də 1 deməkdir. Deməli, A-nı da tapdım, B-ni tapdım. Aparıb yerinə qoysaq, 2 üzərinə gəlinsin. A-nın qiyməti neçədir? 3-də 2. Yazıram 3-də 2. Daha sonra bölünsün. 2-də 1 çıxılsın 3-də 1. Bərabərdir. Deməli, 2-nin üzərinə 3-də 2 gələndə alıram. 3-də 8. 3-də 8 vurulsun. 2-də 1-dən 3-də 1 çıxanda 6-da 1. Yəni o da vurulsun 6 deməkdir. Vurulsun 6. 3-dən də 6 qısa gedəcək. Burada 2. Bu da bərabərdir. 8-də 2 vuranda 16 almış olur. Deməli, doğru cavab nə oldu? 16. Daha sonra 113-cü sual eynisidir. 113-cü sual eynisidir. Onu da özünüz yazarsınız. Bir dənəsi də sizə qalsın. Köçürmə olmasın. Yəni, hər birini yazanda artıq bir çox şagird köçürdür. 114-cü sual. Deyir ki, məxrəcləri 30 olan və 5-də 1, 3-də 1 aralığında yerləşən adi kəsirlərin sürətləri cəmini tapın. Deməli, məxrəcləri 30 deyirsə, mən 5-də 1-i də, 3-də 1-i də gətirib neynəməliyim? 114-cü sualda. Deməli, məxrəclərin 30-a gətirməliyim. Baxın, 5-də 1-i məxrəcin 30-a gətirmək üçün sürət və məxrəci neçəyə vurmalıyım? Sürət və məxrəcin 6-ya vurmalıyım. Bu da bərabərdir 30-da 6. Daha sonra 3-də 1 isə məxrəcləri 30-a gətirmək üçün bunu da 10-a vurmalıyım, bunu da 10-a vurmalıyım. Bu da bərabər nə? 30-da 10-a bərabərdir. Deməli, məxrəclər eynidir. Bizdən soruşulur ki, 30-da 6 ilə 30-da 10 arasında olan kəsirlərin sürətlərin cəmini tapın. Hansı kəsirə yerləşir? Deməli, 30-da 7, 30-da 8, daha sonra 30-da 9, bir də bunlar. Bizdən də bunların sürətlərinin cəmini soruşur. Yəni 8, daha sonra 7, 8 və 9-un cəmin. Bunların da cəmi bizə verəcək. Deməli, bunların da cəmi bizə verəcək 24. Doğru cavabım kim oldu? Nə? 24. Daha sonra 115-ci sual. 115-ci suala baxaq. Ən böyük iki rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsirin hasilini tapın. Deməli, bizdən buradan soruşulur ki, ən böyük iki rəqəmli ədədlə. Deməli, ən böyük iki rəqəmli ədədimiz 115-ci sualda. 115-ci sualda ən böyük iki rəqəmli ədədimiz deyir ki, 99-dur. Rəqəmləri fərqli falan demirsə, ən böyük iki rəqəmli 99 götürəcəyik. Məxrəci 33 olan, yəni məxrəci 33 olan deyirsə, 33 ən böyük düzgün kəsir. Ən böyük düzgün kəsir deyir ki, məxrəci 33-dürsə, onda bunun sürəti olacaq nə? Düzgün kəsir deyirsə 32 olacaq. Bunların hasilini soruşur. 33 ilə 99 gedəcək, burada olur 3, bu da bərabər neçə? 33-ü də, belə daha doğrusu 3-ü də 32-yə vuranda 96. 96. Deməli, 115-də cavabımız oldu nə? 96. Daha sonra 116-cı sual. 116-cı sual. Deməli, burada nə edəcəyik? Qablaşdırılmış malın qiyməti 85 manatdır. Qabın qiyməti malın qiymətinin 15-də 2 hissəsini təşkil edirsə, malın qiyməti neçə manatdır? Deməli, burada K ilə yazsaq, yəni baxın, bizdən soruşur ki, qabın qiyməti malın qiymətinin 15-də 2 hissəsini təşkil edir. Deməli, biz burada malın qiymətinə 15K deyəcək. 15K deyəcək. Uyğun olaraq da, yəni çünki nisbətləri nə verib? 15-də 2 verib. Qabın da qiymətinə 2K deyəcək. 2K deyəcək. Və bizdən qablaşdırılmış malın qiyməti nə deməkdir? Yəni həm malın qiyməti, həm də qabın qiyməti onun içərisində var. Yəni 15K
15k. Üzərinə gəlinsin 2k bərabər neçə? 85. 85. Deməli 17k bərabərdir 85. 85. 85 ilə 17 biləndə k-nı alıram neçə? 5 almış olurum. Məndən də soruşurdu malın qiyməti neçə manatdır? Malın qiyməti neçə manatdır? Deməli malın qiymətinə mən 15k demişdim. 15-i də vuranda 5-ə alıram 75. Deməli 75 manat malın qiymətidir. 10 manatda, yəni 2-ni 5-ə vuranda, yəni 10 manatda qabın qiyməti olmuş olur. Doğru cavab kimi bizə burada verilir nə? 75. Daha sonra 117-ci sual. Baxın 117-ci sualda 114 ilə eynidir. Siz də burada məxrəci 18 deyirsə 3də 1 də 2də 1 də. Məxrəcləri nə getməsin? Məxrəcləri 18 olan bir kəsrə gətirib hesablayacaqsınız. Daha sonra gəlin biz baxaq burada 118-ci suala. 118-ci sual da bayaqlar izah elədiyim sualla eynidir. Heç onu izah eləməyə məncə ehtiyac yoxdur. Bayaqlar izah eləmişdim. 105-ci sualı izah eləmişdik. 105-ci sualda onu izah eləmişdik. Baxaq biz 119-cu suala. 119-cu suala. Deməli 119-cu sual elə üzərində işləyək. Deyək ki, ədədin 4də 1 ilə 9-da 4-ünün cəmi 25-ə bərabərdir. Bu ədədin 4də 1-ini tapın. Ədədi bilmirəm, x deyim. X-in 4də 1 ilə onun 9-da 4 hissəsi, yəni x vurulsun 9-da 4 hissəsinin cəmi nədir? 25-dir. 25-dir. Bu ədədin 4də 1-ini tapın soruşur bizdən. Deməli, x-i çıxarsaq burada mötərizə xaricinə qalır nə? 4də 1 üzərinə gəlinsin 9-da 4 bərabərdir 25. Deməli, x vurulsun 4də 1 ilə 9-da 1 toplayanda eləyir 36-da 9 üzərinə gəlinsin 36-da 9 üzərinə gəlinsin 16 bərabər nəyə? 25-ə. Yəni x vurulsun 36-da sürətlərin cəmi verir bizə 25 bərabərdir 25-ə. Deməli, buradan 25-lər ixtisar gedəcək. X-i də almış oluruq. Buradan hesablasaq 36. Deməli, x ədədimiz 36 imiş. Bizdən də bu ədədin 4də 1-ini soruşursa, 36-nı da vuracam 4də 1-ə. Bu da verəcək nə? 9. Deməli, doğru cavabım nə oldu? 9. Bu şəkildə. Daha sonra gəlin biz baxaq burada 120-ci suala. 120, 121 bunlar maraqlı suallardır. Səhv eləmirəmsə əvvəlki testlərdə bunlara aid var idi. Ancaq yenə də izah eləyək. Burada açıq tipli verilib artıq. Aha. Deməli 120. Burada yazaraq 120. Bizə verilib ki 36 çıxılsın n kvadratı bölünsün n kvadratı kəsrinin qiymətinin tam ədəd edən natural n-lərin cəmini tapın. Deməli biz burada sürətləri ayrı-ayrı yazsaq, yəni bunu mən belə yaza bilərəm də. N kvadratında 36 çıxılsın n kvadratında n kvadratı şəklində yaza bilərəm. Bu da bərabərdir. Yəni ortaq məxrəc gətirsə yenə də 36 çıxılsın n kvadratını almış olurum. Bu da bərabərdir. 36 n kvadratı 6-nın kvadratı. Yəni 6 bölünsün n-in mötərizə kvadratı çıxılsın n kvadratında n kvadratına böləndə 1. Aha. Kəsrin qiymətini tam ədəd edən natural ədədlərin cəmini bizdən soruşur. Biz burada 6-nın bölənlərini tapacağıq. Yəni 6-nın bölənləri hansılardır? Yəni burada elə bir ədəd olmalı ki 6 n məxrəcdədir də 6 n-ə tam bölünürsə deməli bu n burada 6-nın bölənləridir. Hansılardır onlar da? 1-dir, 2-dir, 3-dür və 6-nın özüdür. Bunlardır. Deməli bizdən də soruşur ki natural ədədlərin cəmini tapın. Aha, natural ədəd n-lərin cəmini. N-lər nə oldu? 1, 2, 3, 6 bunların da cəminə verir bizə 10 vermiş olur. Bu şəkildə. Baxın 121-ci sualda eyni elədi. 121-ci sualda eyni elədi. Burada da nə edəcək? Siz toplama ilə verilib 64 bölünsün n kvadratı şəklində yazacaqsınız. Üzərinə gəlinsin n kvadratı bölünsün n kvadratı şəklində yazacaqsınız. Daha sonra 64 n kvadratı 8-in kvadratı yazırsınız. 8 bölünsün n-in mötərizə
kvadratı üzərinə gəlinsin 1. Artıq bizim 1 ilə işimiz yoxdur. Bizə də burada 8-in bölənləri lazımdır. Çünki n məxrəcdədir. O da bizə verəcək 1, 2, 4 və 8-in özü. Bizdən də bunların hasilini soruşur. Aha, yəni bunların da hasilini bizə nə verəcək? 1 vuracaqsınız 2-yə 2. Bu da verəcək nə? 8, 88, 64. Deməli bunların da hasilini verdi. 64 vermiş oldu. Bu şəkildə. Daha sonra gəlin baxaq biz burada 122-ci suala. 122-ci suala. Əslində 122 də rahatdır. Sadəcə hesablayaq. Oradan bir nəsə sizə çətin gələ bilər. 122-ci sual. Deməli 6 bölünsün. Deməli dostlar, belə olanda nə edəcəksiniz? Ən rahat yolu. Baxın, 6-nı sürətdədir. Bundan işimiz yoxdur. 0,3 deməkdir. Mən bunu məxrəcə uyğun olaraq sonuna bir dənə 0 yaza bilərəm. Kəsrin qiymət dəyişməz. Yəni yazıram ki, 0,30 bölünsün 0,33. Yəni mən bu sıfırları, bax bura sıfırları özümdən yaza bilərəm. Baxın bura sıfırları özümdən yaza bilərəm. Aha. Üzərinə gəlinsin. 0, burada da 6-dır. Yenə 0 özümdən yazıram. 0,60. Çünki hesablama daha rahat olsun deyə. 66 çıxılsın 0,9'dur. Bir dənə də 0 sağ tərəf özüm yazıram. Bölünsün nə? 0,99. Aha, bərabərdir. Aha. Deməli, nə edəcəm burada? 33'də, yəni biz burada artıq siz 0 tamlara baxmayacaqsınız. Elə bilin ki, 33'də 30'dur və ya da 66'da 60'dır. Nə bilim, burada da 99'da 90'dır. Yəni bunların qiymətinə baxacaqsınız. Yəni olur nə? 66 bölünsün 11'də 10. Üstə gəlinsin 11'də yenə 10 verir. 11'də 10. Daha sonra çıxılsın 11'də 10. Bu şəkildə vermiş oldu. Yəni biz burada yaz sürət və məxrəclərin kəsirləri deyək. Yaz sürət və məxrəclərin 100-ə vurub ədədə çevir, yəni belə deyək, tam ədədə çevirin. Amma elə çevirməyə də ehtiyac yoxdur. Yəni burada tamları ikisində də 0 tam nə qədərdirsə, sıfırları oradan atırsınız. Buradan da 11'də 10 ilə bu 11'də 10 gedir. Yəni qalır nə? 6 vurulsun 10'da 11. Bu kəsir, yəni sürət və məxrəc yerini dəyişir. Böləndə. Bu da bərabər nə? 66 bölünsün 10. Bu da bərabərdir 6,6. Deməli, doğru cavabımız nə oldu? 122. 6,6. Daha sonra gələk ətraflı yazı tələb edən test tapşırıqlarda. Aha. Deməli, 123-cü sualdan başlayaq. 123-cü sualdan başlayaq. Əslində, bunlar da testlərin içərisində verilmişdir. Sadəcə indi burada açıq versiyaları bizə ətraflı yazı tələb edənlərin içərisində verilib. 123-cü sualdan başlayaq. Deməli, 5-in çıxılsın 4, bölünsün 2-in üzərinə gələnsin 13 kəsirinin düzgün kəsir olması üçün n-in aldığı qiymətlərin cəmini tapın. Deməli, bu kəsirin düzgün kəsir olması üçün biz düzgün kəsirlərin qaydasını necə demişik? Surəti məxrəcindən kiçik olmalıdır. Burada surət nədir? 5n çıxılsın 4 kiçik olmalı nədən? 2n üzərinə gəlinsin 13-dən. Bu şəkildə. Bu tənliyi həll edirik. Burada n-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirsək, alırıq ki 5n çıxılsın 2n kiçikdir 13 üzərinə gəlinsin 4-dən. 5n-dən 2n çıxanda alıram 3n kiçikdir 13-dən 4-ün cəmdə verir nə? 17. Deməli, n kiçik olacaq 17 bölünsün 3-dən. Bu da təqribən nə qədər düşür? Təqribən 5,6 deyək. 5,6. Yəni bizdən də buradan soruşur n-in natural qiymətləri. Yəni 5,6-dan kiçik hansı natural ədədlər var? 1, 2, 3, 4. Bir də 5,6-dan kiçikdirsə, elə 5-in özü də kiçikdir. Bunları soruşur. Bunların cəmini bizdən soruşur. Bunların da cəmi bizə verəcək. Deməli 15. Bu şəkildə. Sonra 124-cü sual. 124-cü sualda bizdən soruşulur ki 3 ardıcıl tək natural ədədin cəminin 5'də 3 hissəsi 70,2 olarsa böyük ədədi tapın. Məsələn, təniş qurmaqla həll edin. Deməli, 3 ardıcıl tək natural ədəd deyirsə, baxın, tək natural ədədlər ümumi olaraq göstəriş verin burada 124-cü sualda. Bir səliqəli yazaq.
124. Aha. Deməli, sərgə yazıb deyib, daha da sərgəsiz yazıram. Neysə, elə bilin ki, sərgəli yazmışam. Deməli, 3 ardıcıl tək natural ədəd deyilsə, baxın, tək natural ədədlər nədir? 3-dür. Yəni 3-dən sonra gəlir 5, 5-dən sonra gəlir 7. Yəni ardıcıllardan söhbət gedir. Neçə artır? 2 vaid, 2 vaid artır. Deməli, mən burada ədədi bilmirəmsə, birinci ədədə gəlin n deyək. Deyək ki, birinci ədədimiz n-dir. Bundan sonra gələn tək natural ədəd hansı olacaq? Birinci n-dirsə, sonrası olacaq n plus 2. Axı, 2 vaid 2 vaid artırdı. Daha sonra n plus 2-dən sonra da gələn tək natural ədəd olacaq nə? N plus 2-nin üzərində 2 gələndə n plus 4 olacaq. Aha, bizdən 3 dənə ədəd soruşur. Deyək ki, bu 3 ardıcıl tək natural ədədin cəminin 5-də 3 hissəsi. İndi mən bunları toplasam, deməli, bura n yazaq. Deməli, mən bunları toplasam və bunların cəminin 5-də 3 hissəsi nə vermiş olur mənə? 70 tam onda 2 vermiş olur. Demək, tənliyimizi qurdaq bu şəkildə. Burada da həll eləsək, n-ləri toplasam 3n, üzərinə gəlinsin 6, vurulsun. Deməli, 5-də 3 bərabər nəyə? 70 tam onda 2 bərabərdir. Deməli, burada 3n plus 6-nı surətə vursam, alıram 9n, üzərinə gəlinsin 18. Bu da bərabərdir. Bu 5-i də vururam nəyə? 70 tam onda 2-yə. Bu da bizə verir 351. Deməli, 9n bərabərdir. 351-dən çıxacam 18-i. Deməli, bu da verir 333-ü. N də bərabərdir. 333-ü də 9-a böləndə səhv eləmirəmsə verəcək 37. Bizdən nəyi soruşurdu? Böyük ədədi tapın. Böyük ədədimiz, deməli, n-i tapdım 37. 37 kiçikdir. Bundan sonra gələn tək ədəd 39-dur. Bundan sonra gələn də nədir? 41-dir. Bizdən böyüyün soruşurdu. Cavabımız olacaq 41. Daha sonra 125-ci suala baxaq. 125-ci suala baxaq. 125-ci sual. Bizdən soruşur ki, əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayının 3də 1 qədər və daha 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəlcə səbətdə neçə alma var idi? Səhv eləmirəmsə, buna aid də var idi. Əvvəlki variantlarla verilənlər içərisində var idi. Deməli, məsələni yenə tənlik qurmaqla həll edirik. Deməli, əvvəlcə mən bilmirəm, səbətdə neçə dənə alma var. Deyirəm ki, səbətdə x qədər alma var idi. Deməli, əvvəlcə biz həmin almaların 6 dənəsini götürdük. Yəni, x çıxılsın 6 dənəsini qaldı. 6-nı götürmüşəmsə, ümumidən 6-nı çıxır. Daha sonra deyir ki, sonra qalan almaların sayının 3də 1-i qədər. 3də 1-i qədər də və daha 6 alma götürdülər. Deməli, mən bilmirdim nə qədər alma var. Dedim ki, x-dir. X-dən 6 dənəsini götürdüm. Oldu nə? X çıxılsın 6. Sonra 3də 1-i qədər alma götürüblərsə, deməli, bunun hansı hissəsi qalıb? 3də 2 hissəsi qalıbdır. Həmin qalan almaları, bax bunu vururam nəyə? 3də 2-yə. 3də 2-yə. Daha sonra bir əlavə 6 alma da götürüblər. Burada yazır ki, əlavə 6 alma da götürüblər. Bir də çıxılsın 6. Götürüblər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qalıb. Əvvəlki almalar nə qədərdir? X idi. Deməli, bərabər olacaq nəyə? X bölünsün 2-yə bərabər olacaq. Tənliyimiz budur. Bunu da həll etmək lazımdır. Deməli, necə? Vurub açsaq, 3də 2x çıxılsın. 3də 2-ni 6-ya vuranda 3-dən 6 gedəcək, qalacaq 4. Çıxılsın 6 bərabərdir. X bölünsün 2-yə. 3də 2x daha da sadələşdirək, çıxılsın 10 bərabərdir. X bölünsün 2-yə. Deməli, buradan da 3də 2x çıxılsın 2də 1x. Bu 2də 1x deməkdir. Bərabər nəyə? 10-a bərabərdir. Buradan da 3də 2x-dən 2də 1x çıxanda nə qədər qalır? Qalır 6-da. Ortaq mənası 6-dır. 6-da x bərabərdir 10-a. Deməli, buradan da x bərabərdir. X bərabər neçə?
X də bərabərdir. 6-nı vururuq ona 60. Deməli, əvvəlcə səbətdə 60 qədər alma var idi. Neçə alma var idi? 60 alma var idi. Sonra 126-cı sual. Kəsrin düzgün kəsr olması üçün bayaq izah elədiyim, yəni 123 ilə demək olar eyni sualdır. Baxın, bir dənə üstün deyəcəm, artıq bunu da özünüz hesablayarsınız. Baxın, nə edəcəksiniz? Düzgün kəsr olması üçün deyirsə, götürəcəksiniz 7n, çıxılsın 6-nı, kiçik qoyacaqsınız nədən? 3n üstə gəlinsin 15. Sonra heç sistem tənliyi kimi həll edəcəksiniz. Sistem tənliyi yox. Adi tənliyi kimi həll edəcəksiniz. Heç sistemə də ehtiyac yoxdur. Nədir? Baxın, özüm yazım da. 3n sol tərəfə atanda 7n-dən 3n çıxanda 4n kiçikdir nədən? 6-nı da sağ tərəfə atanda üstə gələcək olacaq 21. N də kiçikdir nədən? 21 bölünsün 4-dən. 21 bölünsün 4-dən. Bu da bizə verir nəyi? Bu da bizə verir 5 tam hardasa 10-da 2 yadır. 5 tam 10-da 2 vermiş olur. Deməli, n 5 tam 10-da 2-dən kiçik olmalıdır. Bu da hansılardır? N bərabərdir. 1, 2, 3, 4 və 5-in özü. Bunların cəmini soruşur. Bunların cəmi də bizə verəcək nə? 15. Bu qədər. Demək, verək bundan sonra var. Nisbət faiz yox. Deməli, qutardıq. Adi və onluq kəsrləri də bitirdik. Bu video ikinci videomuz idi. Adi və onluq kəsrləri, yəni birinci mərhələni izah eləmişdik. 1-dən 86-ya kimi. İndi isə 86-dan axıra qədər izah elədik. Bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər.